Salam, əziz Zehinpod dinləyiciləri. Mən Murad. Mən də Leyla, hər birinizi salamlayıram. Bugün sizinlə birlikdə Sigmund Freud'in dünyasına bir səyahət edəcəyik. Amma daha çox onun ilk illərinə, şuursuzluq anlayışının necə formalaşdırmağa başladığı dövrə fokuslanacağıq. Bəli, əlimizdəki bioqrafik mənbələr, Freud'in öz yazıları var. Məqsədimiz odur ki, görək zehnimizin o dərin, gizli qatları, o unudulmuş xatirələr, bastırılmış arzular, bütün bunların davranışlarımıza təsirini Freud necə anlamağa başlayıb. Yəni bu böyük tapmacanın ilk ipuçlarını necə tapıb, eləmi? Tamamilə. Və bu mənbələr həqiqətən də onun nəzəriyyələrinin necə təkamül etdiyini çox yaxşı göstərir. Baxın, əvvəlcə hipnozdan istifadə edərdi. Hə, o məşhur hipnoz seansları. Bəli, amma sonra Joseph Breuer ilə birlikdə işləyərkən söhbət müalicəsi deyilən bir üsula keçdilər. Bu çox vacib bir mərhələ idi. Çünki anlamağa başladılar ki, şuursuz proseslər fiziki simptomlara səbəb ola bilir. Məsələn, o ifliclər, görmə problemləri kimi şeylər. Düzdür. Və Anna O hadisəsi buna çox gözəl nümunədir. Yəqin xatırlayırsınız, o qadın... Əlbəttə, su içə bilmirdi deyəsən. Bəli, bəli. Hipnoz altında danışaraq bu problemdən qurtulmuşdu. Səbəbi də nə idi? Çünki illər əvvəl baş vermiş bir hadisəni xatırlamışdı. Hansı hadisənin? Nifrət etdiyi bir qadının iti gəlib onun stəkanından su içir və o anda çox güclü bir ikrah hissi yaşayır. Bu xatirəni dilə gətirən kimi su içə bilməmək simptomu aradan qalxır. Yəni, bastırılmış xatirənin ifadəsi sağalmaya gətirib çıxarır. Çox maraqlıdır. Deməli, Freud və Breuer buradan belə bir nəticəyə gəlirlər ki, histeriklər əsasən xatirələrdən əziyyət çəkirlər. Məhz elə. Yəni, əgər o narahat edən xatirəni tapsan, üzə çıxarsan, sağalmaq mümkündür. Amma yəqin bu həmişə belə asan olmurdu. Yəni, Anna Oda işə yarayan hipnoz başqalarında da eyni effekti verirdimi? Mənbələr deyir ki, Freud çətinliklərlə üzləşib. Hə, elədir. Gördü ki, hipnoz hər kəsdə, necə deyim, eyni dərəcədə effektiv deyil. Bəzi insanlar hipnoza düşmürdü ya da düşsə belə lazım olan xatirələr ortaya çıxmırdı. Bəs onda nə etdi? Ümidini itirdi? Yox, əksinə. Məhz bu çətinlik onu fərqli yollar axtarmağa sövq etdi. Məsələn, Bernheim kimi həkimlərin işindən təsirlənərək düşündü ki, bəlkə heç hipnoz lazım deyil, bəlkə başqa cürdə o unudulmuş xatirələrə çatmaq olar. Başqa cür? Necə yəni? Məsələn, təzyik texnikası deyilən bir şey sınadı. Pasiyentin alnına əlin qoyurdu və deyirdi ki, indi ağlınıza bir fikir gələcək, onu mənə deyin. Yəni, sanki biraz təzyik göstərirdi. Bu, biraz qəribə səslənir. İşə yarayırdı? Bu, əslində, sonradan formalaşacaq sərbəst assosiasiya metoduna doğru bir addım idi, amma bu prosesdə tamamilə gözlənilməz bir şeylə qarşılaşdı. Nə ilə? Müqavimətlə. Sanki pasiyentin zehnində nəsə güclü bir qüvvə vardı ki, o xatirələrin üzə çıxmasına mane olurdu, dirəniş göstərirdi. Müqavimət, yəni şuurlu şəkildə etmirdilər bunu. Yox, tamamilə şuursuz idi və bununla eyni vaxtda başqa bir qəribə fenomen də ortaya çıxdı. Transferensiya, köçürmə. Transferensiya, o nə deməkdir? Bu o deməkdir ki, pasiyentlər keçmişdəki vacib insanlara, çox vaxt valideynlərinə qarşı olan o güclü, bastırılmış hisslərini, sevgilərini, nifrətlərini, qəzəblərini bilmədən şuursuz olaraq analitikaya, yəni Freudun özünə yönəldirdilər. Vay canına. Yəni, sanki Freudu atası və ya anası yerinə qoyurdular. Təxminən elə. Mənbələrdə bununla bağlı çox maraqlı, hətta dramatik hadisələr təsvir olunur. Məsələn, bir qadın pasiyent var idi. Hə. Hipnozdan ayılan kimi qollarını Freudun boynuna atır. Və ya bayaq danışdığımız Anna O, Breuerlə son seansından sonra isterik hamiləlik yaşayır. Sanki Breuerə qarşı olan şuursuz arzuları bədənində bir simptom kimi özünü göstərir. İnanılmazdı. Bütün bu təcrübələr yəqin Freudun düşüncələrini başqa istiqamətə yönəltdi. Əlbəttə. Məhz bu cür hadisələr onu getdikcə daha çox inandırdı ki, isteriyanın və digər nevrozların kökündə çox vaxt bastırılmış cinsi arzular, konfliktlar dayanır. Amma onun üçün əsl dönüş nöqtəsi bəlkə də atasının ölümündən sonra başladığı özünə analiz prosesi oldu. Özünə analiz. Yəni, öz yuxularını, xatirələrini təhlil etməyə başladı. Bəli, bu çox çətin, amma çox cəsarətli bir addım idi. Özünün ən dərin, gizli qalmış hissləri ilə üzləşdi və məhz bu şəxsi təhlil prosesi nəticəsində
psixoanalizin təməldaşları qoyuldu. Məşhur Yuxuların Yozumu kitabı da bu dövrdə ortaya çıxdı, eləmi? Tamamilə doğrudur. Həm o kitab, həm də Edip kompleksi kimi çox mərkəzi, eyni zamanda çox mübahisəli konsepsiyalar. Məhz bu özünə analizdən doğdu. Edip kompleksi, yəni bilirsiniz də, uşağın əks cinsdən olan valideynə qarşı şuursuz cinsi meyli və eyni cinsdən olan valideynlə rəqabəti. Hə, çox məşhur, amma həm də çox tənqid olunan bir nəzəriyyədir. Deməli, Freudun əsas iddiası o idi ki, bizim bugün kim olduğumuzu, necə davrandığımızı müəyyən edən şeylərin böyük bir qismi əslində şuurumuzdan kənarda, o qaranlıq dəhlizlərdə baş verir. Uşaqlıq təcrübələri, unudulmuş travmalar, yerinə yetirməmiş arzular. Bəli, məhz belə. Freud göstərirdi ki, zehnimizin görünməyən bir tərəfi var və bu tərəf bizim həyatımıza düşündüyümüzdən qat-qat çox təsir edir. Amma gəlin unutmayaq, bu fikirlər o dövr üçün necə deyim, şok effekti yaratmışdı. Niyə ki? Nə idi bu qədər radikal olan? Məsələn, Freud bir müddət belə bir nəzəriyyə irəli sürmüşdü ki, isteriyanın əsas səbəbi uşaqlıqda yaşanan real cinsi təcavüz və ya zorlamadır. Bu, seduction theory adlanırdı. Bunu təqdim edəndə dövrün çox hörmətli, tanınmış psixiatrlarından biri Kraft Ebing bunu açıq-aşkar elmi nağıl adlandırmışdı. Elmi nağıl, güclü ifadədir. Bu, həqiqətən də o dövrün atmosferini göstərir. Görünür, insanların zehnin görünməyən tərəfləri, xüsusilə də cinsəlliklə bağlı məsələlər haqqında danışmağa hazır deyildilər. Qətiyyən hazır deyildilər. Bu, çox böyük bir tabuydu. Bu da bizi bugünə gətirir. Bəs indi necə? Biz bugün şuursuzluq, bastırılmış hisslər kimi anlayışları nə dərəcədə qəbul edirik? Freudun bu təməl qoyucu, amma hələ də mübahisəli irsi müasir psixologiyada, bizim öz həyatımızda necə yaşayır? Bəlkə də o gizli qatların sirləri hələ tam açılmayıb. Həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır. Freudun açdığı qapı çox dərinliklərə gedir və görünür hələ də kəşf ediləsi çox şey var. Çox sağ olun bu dərin və maraqlı söhbət üçün. Ümid edirik siz də əziz dinləyicilər bizim qədər zövq aldınız və düşündünüz. Bizi dinlədiyiniz üçün təşəkkürlər. Zehin Podu izləməyə davam edin. Əgər bu söhbətimiz xoşunuza gəldisə, kanala abunə olmağı və bu bölümü bəyənməyi unutmayın. Növbəti dəfə görüşənədək